Əziz, dəyərli bacı və qardaşlarım, acı bir həqiqət var. O, ölüm həqiqətidir. Allah Quran-Kərimdə buyurur ki, İnnəkə meyyitun və innəhum meyyitin. Siz də öləcəksiniz, onlar da öləcək. Kulli nəfsin zaləkətəl məvd. Bütün nəfs ölümü dadacaq. Və bir çox insanlar ölümsüzlüyü araşdırsalar da, əsrlərlə bunun üzərində işləsələr də, amma bir həqiqət var. Ölüm mütləq gələcəkdir. Nə etməliyik? Ölümün varlığı nəyi deyir? Biz bu dünyada müvəqqəti bir imtihan içində olduğumuzu deyir. Ölüm yox olmaq deyil ki, sadəcə yeni bir formada, yeni bir görünüşdə dünyaya gəlməkdir. Başqa bir dünyaya. Elə bir dünyadır ki, orada ədalətsizlik zərrəcə yoxdur. Orada haqq, ədalət bərqərar olunmuşdur. Allah yaratdığı qullara ədaləti ilə hökm eləyərək dünyada etdiyi xəta və günahların və etdiyi yaxşılıqların əvəzini verəcəkdir. Bu xəta olsa, günah olsa cəzasını, yaxşılıq, xeyir olsa onların qarşılığını, mükafatını verəcəkdir. Bir çox insanlar bu həqiqətləri unudur. Amma belə bir şey var ki, əgər o bir dünya yoxdursa, onda bəs necə olacaq? Edilən ədalətsizliklər beləmi qalacaq? Elə bir günahlar var ki, görürük ki, Allah dünyada və axirətdə cəzasını verir. Həyat paradoksdur. Paradoksun içində bir çox amillər var ki, həqiqətlər var. Həqiqətləri axtarıb, həqiqətləri tapıb, həqiqətlərlə yaşamalıyıq. Allahın salamı, xeyir, bərəkət olsun hər birimizə.